وقل رب زدني علما. Hədis dediniz ki, kim mənim adımı eşidərsə iman gətirməzlər. Bəli. Orada ad eşitməkdə qəsd nədir? Orada yəni eşitmək, yəni bilmək ki, həqiqətən Muhammed sallallahu əleyhi və səlləm Allahın rəsuludur. Yəni onu bilmək şərtdir, bəli. Bilmək şərtdir. Bilməkdir ki, Allah Muhammed, yoxsa ki, Muhammed adını eşitmək orada qəsd olunmur ki. Misal üçün, o qədər Muhammedlər var ki, Afrikalılar deyir ki, deyirsən ki, qardaşın adın nədir? Deyir, Muhammed. Deyir, bu qardaşım, deyirsən, onun adı nədir? Deyir, o da Muhammed. Deyir, o biz də qardaşımız. Deyirsən, bəs onun adı nədir? Deyir, o da Muhammed. 14 nəfərdirlər, hamısı Muhammeddir. Muhammed əvvəl, Muhammed səni, Muhammed səli. 14-cü Muhammed. Yəni, təsəvvürlə. Muhammed adını eşitib indi hansı Muhammed? Ona görə Muhammedə iman gətirmək deyəndə mütləq Muhammed sallallahu aleyhi ve sellem Əl-Quraşi, Qureyşdən olan Muhammed sallallahu aleyhi ve sellemə iman gətirməkdir. Yoxsa adını mücərrəd şəkildə eşitmək nə faydası? Bilməlidir ki, həqiqətən Muhammed sallallahu aleyhi ve sellem, yəni ən axırıncı Qul ya eyyuhən-nas, Qul ya eyyuhən-nas inni Rasulullah ileykum cəmiən. Eşitməlidir ki, Muhammed sallallahu aleyhi ve sellem insanların hamısına gələn Rasuldur. Ona görə İbn Həzm rahimehullah bu hədisin məfhum müxalifəsini deyir ki, bu hədis dəlildir ki, onlardan Peyğəmbər sallallahu aleyhi ve sellemə eşidib bilməyən kəs üzürlü ola bilər. Qiyamət günü yenə də imtihan oluna bilər. Yəni İbn Həzm rahimehullahın sözüdür. Allah bilir, Allah olsun. Bu ayədə keçir də, onlar səni öz övladlarına yaxşı tanırlar. Bəli, o hamısına aid deyil. Ya'rifunehu kema ya'rifun abna'hum. Bu Bəqərə surəsində keçir. Bəqərə surəsi də çox vaxtı Yahudilərdən danışırdı. Bəli, Yahudilər bilirdilər. Nəyə görə onlar qeyri-məğdubidirlər? Qəzəb edir. Çünki necə ki İmam Bəğəvi rahimehullah deyir ki, onlar Allah Resulü sallallahu əleyhi və səlləmin bir-bir sifətlərini bilirdilər. Tanıyırdılar. Yəni hətta Tövratda var idi bu sifətlər. Quran nazil olanda onlar bildilər, Muhammed sallallahu əleyhi və səlləm görəndə bildilər ki, bu həmin bizim Tövratdakı vəsf olunan peyğəmbərdir. Ona görə necə ki sahabelərdən biri deyir, yəni sirasında gəlir Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, Allah Resulü sallallahu əleyhi və səlləm hələ çıxmamışdan qabaq Yahudilərdən biri çıxır və deyir ki, müşriklərə deyir ki, ey müşriklər, Allahdan qorxun, iman gətirin və bilin ki, əməlləriniz tərəzidə çəkiləcək. Və siz öləndən sonra dirildiləcəksiniz və haqq hesab olunacaqsınız. Və xeyir əməl sahibləri cənnətə, şər əməl sahibləri cəhənnəmə gedəcək. Bunu deyən kim idi? Yahudi. Yahudi deyir. Həmin sahabe deyir ki, həmin vaxtı mən oradakiların ən gənci idim. Ən gənci idim deyir. Və sonra deyir ki, və dedilər ki, sənin dediyivə dəlil nədir? Müşriklər deyir ona. Dediyivə dəlil nədir? Və Yəmənə işarə edir. Yəmənə işarə edir. Bax, buradan çıxan Peyğəmbər. Və Yəmənə işarə edəndə Məkkə ortada qalmışdı. Yəni, həm Yəmənə, həm Məkkədə. Yəni, alimlər deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem əsli ərəbdir. Ərəblərin əsli Yəməndəndir. Yəni, həm ərəb olacaq, həm də Məkkədən çıxacaq. Onlar bilirdilər onu. Və sonra deyir, bir müddət keçdi. Allah Azze və Cəllə Muhammed sallallahu aleyhi ve sellem'i Peyğəmbərliklə göndərdi. Və bu kişiyə dedilər ki, nə oldu, sən deyirdin ki, iman gətirmək lazımdır. Niyə gətirmirsən, deyir. Gələ iman gətir. Deyir, yox, deyir. Deyir, həsəd elədilər və iman gətirmədilər. Üz döndərdilər. Ona görə Allah saldı ki, ya'rifunehu kəmə ya'rifun abna'hum. Oğullarını tanıdığı kimi tanıyırdılar. Və həmçinin onların iman gətirməməsinin səbəbi insanların mallarını batilcəsinə yemək idi. Onlar hər dəfə insanlar gəlirdi, alladırdılar, mallarını yerdilər. Əgər iman gətirsəydilər, bu mal dövlət əlindən çıxasıydı onların. Və dünyanı ahirətə dəyişdilər. Ona görə hətta əlləri ilə Tövrat yazırdılar. Yazırdılar və deyirlər ki, bu Tövratdır. Yazırdılar və deyirlər, bu Tövratdır. Ona görə Allah deyir ki, onların əlləri ilə yazdıqlarına görə onları cəzalandıracaq. Allah bilir daha doğrusu. Buyurun. Hədis var ki, hansı ki, gecənin 3 tərəfində Allah subhanahu səbəb edir. Orada gəlir ki, tövbə edən varmı, tövbəsini qəbul edir. Bəli. Yəni, hansı tövbədə gedir şöbət gecə? Bəlkə də süd sağına yaxın olunan hansı istiğfar daha yaxşı? Yəni, o ayədə varmıdır? Hansı hədis? Aydın. Yəni, qardaş soruşur ki, deyir ki, gecənin 3də 1-i olan tövbə hansı tövbədir? Və hansı ki, Allah Azze və Cəllə dünya samasına nazil olur. Bir də nə idi?
Bir də süd çağına yaxın İstiğfar. istiğfar hansı əksər, hansı Tövbə eləmək yoxsa istiğfar eləmək yoxsa? onu da izah edərdiniz. O necə tövbə olur? Hansı Allah Subhanahu hansı Evet. dediyi ki, yəni sünniyə müvafiq olaraq, hədislərə müvafiq olaraq. Yəni tövbə eləmək çətin bir əməl deyil. Bir dəfə əstəğfirullah deməyin elə tövbədir. Deməyin ki, Allahım, mən səndən bağışlanma deyirəm, bu əməldən qayıdıram. Tövbə sözü yəni əsli qayıtmaq mənasındadır. İnəbə, tövbə eyni sözlərdir. Yəni qayıtmaq, yəni etdiyin günahdan geri qayıtmaq. Yəni tövbə budur. Hətta hədisdə gəlib ki, ən-nədəmu tövbə. Yəni peşmançılıq tövbədir. Çünki sən peşman olanda nə edirsən? Peşman oldun ki, həmin günahı eləmirsən, qayıdırsan ondan. Bu nədir? Tövbədir. Ona görə hətta bir kəs peşman olub dili ilə deməsə belə yenə tövbəli sayılır o. Çünki hədis buna dəlil ən-nədəmu tövbə. Peşmançılıq tövbədir. Həmin gecənin 1/3 tövbə eləmək, yəni Allahdan bağışlanma diləmək. İstiğfar da elə onun içindədir. İstiğfar da ondan da elə. Yəni istiğfar eləmək, tövbə eləmək ikisi də eyni babdan. İstiğfar nə edirsən? Günahların bağışlanmasını edirsən. Aydın mı? Ona görə həmin vaxtı istiğfar eləmək Allah Azze və Cəllə həqiqətən, məcazən yox, bəziləri məcazən nazil olur, həqiqətən dünya səmasına nazil olar. Dünya səmasına nazil olur və deyir ki, yəni dua edən varmı, duasını qəbul edim, bağışlanma diləyən varmı, bağışlayım və sonra ki, bir şey istəyən varmı, ona istədiyini verim. Həqiqətən kimin ehtiyacı varsa, həmin günü durub dua elə, həmin vaxtı durub dua eləsin. Təsəvvür edin ki, bu hər gecənin 1/3 var. Hər gecə Allah Azze və Cəllə danışır. Həmçinin burada Allah Taala'nın kəlam sifətinin isbatı var. Çünki Allah Taala nə edir və danışır. Və həmçinin burada kəlam sifətinin yəni daimi olmasına dəlil var ki, hər gün Allah Taala nə edir? Danışır. Yoxsa bəziləri deyir ki, Allah Azze və Cəllə bir dəfə qədimdə danışıb və salam. Ondan deyir, yəni ki, amma Allah Taala deyir, kullu yevmin huve fi şə'n. Hər gün Allah Taala bir şeyi əmr edir, qadağan edir, qullarına müraciət edir və s. Allah bilir daha doğrusu. Qardaş tamamlasın. Bizim süd çağına yaxın hansı istiğfar əksər? Yəni əstəğfirullah və tubileyh, əstəğfirullah bu. Yəni müəyyən bir şey yoxdur. Ona görə Yaqub əleyhissalam oğulları ondan gəlib üzrxahlıq edib Yusuf əleyhissalamın qardaşları deyəndə ki, ey ata bizi bağışla, həqiqətən biz günahkar olmuşuq və deyir ki, səvfə əstəğfiru ləkum. Deyir ki, sonra sizin üçün əstəğfiru, istiğfar eləyəcəm. Sonra. Alimlər deyir ki, nəyə görə sonra deyir? Yəni istiğfarı sonraya saxlama olmaz axı. Bağışlanma sonraya saxlama olmaz. Nəyə görə orada səvfə deyir? Biz bilirik ki, ərəb dilində səvfə, sin var, bir də səvfə var. Sin yaxın gələcəyə bildirir. Səvfə biraz yəni uzaq gələcəyə bildirir. Deyir ki, alimlər deyir ki, saxlamışdı ki, təfsirçilər deyir, saxlamışdı ki, gecənin 1/3 onun üçün neynəsin? İstiğfar edəsin. Ona görə deyirsən ki, əstəğfirullah. Əstəğfirullah nədir? O sözün mənası talabul ğufran, Allahdan məğfirət tələb eləməkdir. İstı bir şeyin qabağında gələndə onun mənalarından biri odur ki, tələb mənasında, tələb. Deyirsən ki, isti'anə, İyyəkə na'budu və iyyəkə nəstə'in. Nəstə'in yəni isti'anədir. İsti'anə, İyanə, bizdə yayılıb Azərbaycanda təzə, iyanə etmək. İyanə, istı qoysan, yəni iyanəni tələb etmək, yardımı tələb etmək, yəni isti'anə, o mənadadır. Aydındır, istiğfar da bağışlanmanı tələb eləməkdir. Allah bilir daha doğrusu. Yaxında bir nəfər dərs kimi çıxardı ki, deyir ki, pirlərə getmək deyirsiz, olmaz deyirlər. Amma İbrahim məqamına gedib orada həclər namaz qılırlar. Ona ayrı qıraat çıxar qoysaydı da pir kimi olardı oraya gedər. Birincisi, bu söz batildir. Demək ki, yəni pirlərə getmək olmaz deyirsiniz, amma İbrahim məqamında gedib 2 rükət namaz qılırsınız. Nəyə görə? Çünki İbrahim məqamı Quran və sünnənin, yəni vəhiy ilə isbat olunan bərəkət yeridir. Pir hara ilə isbat olunur? Mə ənzəlallahu bihə min sultan. Allah onlar haqqında bir dənə sultan, bir dənə dəlil nazil etməyib. Amma İbrahim məqamı haqqında nə var? Dəlil var, sultan var. Bu bir. İkincisi, İbrahim məqamından ki, biz istəmirik İbrahim məqamından. Nə də ki, biz gedib Kəbə evindən istəmirik. Nə də ki, biz gedib məscidlərdən istəmirik. Biz yalnız bizi yaradan Rəbbimizdən istəyirik. Elə deyilmi? Amma bunlar pirdən gedib nə edirlər? Övlad istəyirlər, şəfaat edirlər və yaxud da gedib oranı təzim edirlər. Biz deyirik ki, oranı təzim eləməyə belə, hətta orada Allahdan istəməyə belə sənin dəlilin nədir ki? Məscidlər
Quran və sünnədə gəlib ki, Quranla, Peyğəmbər sallallahu əleyhi və səlləm hədisləri ilə gəlib ki, bu yerdə bərəkət var. Gedirik, savablarımız artır, dualarımız qəbul olur, birimiz namaz qılırıq, birimiz zikr edirik, birimiz Quran oxuyuruq. Çünki bərəkətli yerlərdir. Həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləm məscidi bərəkətli yerdir. Həmçinin Kəbə məscidi Allahın bərəkət qoyduğu yerdir. Və həmçinin İbrahim məqamı. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm nə edirdi? İbrahim məqamında namaz qılardı. Və həmçinin Allah Taala nə deyir? "Vəttəxizu min məqami İbrahimə musalla." Allah Azza və Cəllə Quranda deyir ki, İbrahim məqamını özünə namazgah götür. Demək ki, get İbrahim məqamından nəsə istə. Aydınmı? Ona görə yəni onların sözü batildir. Onlar şirkə dəvət edən qovmlar. Onların şərrindən Allaha sığınırıq. Buyurun. Bu qardaş qalmışdı. Allah Azze ve Celle gecənin 3/4-ndə səmaya enməsi. Bəli. Bu elm və qüdrəti ilə necə onu? Həqiqi şəkildə zatı ilə. Hə, zatı ilə. Ha, yəni Allah Azza və Cəllə zatı ilə dünya samasına nazil olur. Həqiqi şəkildə. Həqiqi şəkildə. Yaxşı, birdən deyə bilərsən ki, bəs ərşin üzəri boş qalır, birdən sual yaranar sənə. Haradadır yəni, ərşin üzəri boş, deyirsən ki, yox, boş qalmır. Demək olar ki, yəni sələflər icma eləyiblər, keçmiş alimlər icma eləyiblər bu barədə ki, ərşin üzəri boş qalmır. Deyirsən, bəs necə? Biz deyirik ki, necə sualını vermək olmaz. Aydınmı? Kimə gələcək ki, necə? Deyirik ki, necə sualını vermək olmaz. Çünki biz bilirik ki, Allahın ad və sifətlərini ispat edirik 4 dənə qayda ilə. Yəni, təhrif etmədən, başqa mənaya yozmadan, yəni, Allah nazil olur, bəziləri deyir ki, mələklər nazil olur. Deyir ki, yox, mələklər həmişə nazil olur, gecənin 3/4 yox. Batildir. Və deyir ki, yox, Allahın rəhməti nazil olur. Biz deyir ki, rəhmət həmişə nazil olur. Amma Allah Azze və Cəllə nə edir? Qeydlə deyir. Gecənin 3/4 nazil olur Allah Azze və Cəllə. Aydınmı? Özü nazil olur Allah Taala, özü deyir onu. Hamısı təhrif edirlər. Deyirik, təhrif eləmə. Bir. İkincisi, bəziləri deyir, yox, nazil olmur. Nazil olmağın mənası başqa şeydir. Biz deyirik ki, sən inkar edirsən bunu. Bu nasıl? Bu inkar edirsən. Allah ispat edir, inkar etməsən. Üçüncü, həmçinin Allah Azze və Cəllə bir ayədə deyir ki, Allah mələkləri və Allah özü ilə bərabər mələkləri nə deyir? Nazil olacaq deyir. Həm özü, həm də mələkləri. Əgər mələklər olsaydı, tək mələkləri deyərdi. Aydınmı? Görsən, ona görə vavda əsl olan nədir? Yəni, müğayərədə ayırmaqdır. Yəni, həm Allah, həm mələklər də nazil olurlar. Aydınmı? Lakin Allahın nazil olmağı özünə məxsus şəkildədir. Aydınmı? İkincisi, biz deyirik keyfiyyət, üçüncüsü keyfiyyət vermədən. Keyfiyyətdə də 3 şey var idi. Deməli, keyfiyyət haqqında danışma, sual verməmək, danışmamaq və üçüncü, hətta qəlbə belə gətirməmək ki, Allah necə nazil olur. Aydınmı? Və Allah həqiqətən nazil olur. Bax, sizə bir şey deyim. Yağış nə inir? Yağış nazil olur. Sən yağışın nazil olmağını işgal edirsən, problem edirsən? Yox. Yaxşı, deyirsən ki, hərarət nazil olur. Yəni, düşür, hərarət düşür, nazil olur da. Ərəblər deyirlər ki, yənzil hərara. Deyirlər ki, hərarət nazil olur. Yəni, hərarət düşür. Yəni, dərəcə düşür aşağı. Sən burada nəsə məcazat, nəsə ağlıva gətirirsən? Yox. Yağışın nazil olanda nəsə məcazat gətirir. Hər şeyin nazil olmağı özünə görədir. Yağışın nazil olmağı ilə hərarətin düşməsi eynidir, eyni şeydir. Hərarət göydən aşağı gəlib çırpılır yerə, yağış kimi. Yox. Görsən, onun özünə məxsus nüzulu var, bunun özünə məxsus nüzulu var. وَلِلَّهِ الْمَسَلُ الْأَعْلَى. Əgər iki məxluq arasında fərq varsa, Allah Azze və Cəllə, yəni təbii ki, لَيْسَ كَمِسْلِهِ شَيْءٌ وَهُوَ السَّمِيعُ الْبَصِيرُ. Allahın mislində heç nə yoxdur. Allah eşidəndir və görəndir. Ona görə Əhl-i-Sünnə və Cəmaət Allah Taala həqiqətən nazil olur. Allahın qüdrəti yox, özüdür nazil olan. Yəni, kim ki qüdrəti deyir, onlar ayələri təhrif edənlərdir. Və üçüncə biz deyirik ki, bənzətmirik. Allahın nazil olmağını hansısa nəyəsə bənzətmirik. Çünki sən bənzətsən, bənzətmək zatını, keyfiyyətini ispat eləmək deməkdir. Bax, diqqətli olun, yaxşı qaydadır. Deməli, bənzətmək zatının keyfiyyətini ispat etmək deməkdir. Yəni, desən ki, Allah belə nazil olur, sanki bilir ki, Allahın özü necədir o. Aydın o? Çünki sən yağış bilirsən necədir. Sən bilirsən istilik necədir. Bilirsən necəliyini. Və o düşəndə bilirsən ki, necə düşür. Yağış nazil olanda bilirsən necə düşür. Və yaxud da bir insan pilləkənlərdən aşağı düşəndə sən bilirsən ki, bu insan necə düşür. Amma Allah Azze və Cəllə bilirsən, tanırsan. Ona görə alimlər deyirlər ki, İmam Əhməd deyəndə ki, sizə Allah necə bunu edir, Allahın sifətləri necədir? Deyən ki, keyfə huvə fi zətihi.
O necədir öz zatında. Zatında necədirsə, sifətlərində də elədir. Aydınmı? Ona görə alimlər qayda edirlər ki, əl-qavlu fi sifət kəl-qavlu fi zət. Sifətlərdə, Allahın sifətlərindən nazil olmaq Allahın sifətlərindəndir. Sifətlərdə olan söz, zatında olan söz kimidir. Aydındır? Aydın oldu qardaş. Barakallahu fik. Buyuraq. Allah sənə razı olsun. Sual olursa mövzudan kənar olar. Amma bir yerdə 5 işləyirdi elə bir ki. Bəli. Amma elə bir dənə orada yaşlı kişi var, yaşdan 53 yaşında. İşə əngləngən insandır, məsələsində heç bir xeyri yoxdur. Gedir dəqiqə çay içir, yatır, gizlənir. Və işdə də gündəlik gəlir var, kontrol edən bir şey var. O birisi 4 işçi həqiqətən də Allah məşhərdir, belə ki, özləri işdən öldürürlər, ora çapalırlar, bura çapalırlar və gəlir axırda kontrol, məsələn, 50 maçıqlı, 100 maçıqlı fərqi yox. Bölünəndə o insandan xəbərsiz. Məsələn, 100 manat adama 20 manat düşərsə, o adama 10 manat verir, qaranı bir nəfərin arasında, amma ondan xəbərsiz bölünür. Onun bir günahı, onun haqqına girmək var, yoxsa yox? Bilmirəm. Bilmirəm. Allah bir daha da olsun. Sual edirəm. Buyurun. Peyğəmbər sallallahu adı çəkildə salavat demək paxıllıq növünə daxil yoxsa? Bəli. Hədisdə gəlib ki, kim mənim adım çəkiləndə, yəni salavat deməzsə, o paxıldır. O insan paxıldır. Yəni ona görə Allah Rəsulü sallallahu əleyhi və səlləm adı çəkiləndə salavat demək lazımdır. Salavat ən fəzilətli ibadətlərdən biridir və ən rahat ibadətlərdən biridir. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, kim bir dəfə salavat deyərsə, Allah onu 10 dərəcə yüksəldər. 10 günahını silər, 10 savab yazar. Təsəvvür elə gör, nə qədər fəzilətli bir şeydir. Yəni salavat. Salavat deyilən ona görə yəni Asbahani rahimehullah Qavamus Sünnə Ali ibn Hüseynlə gətirir ki, sələflərdən olur. Deyir ki, min simət əhl-i sünnət və cəmaə kəsrətü salət alə nəbi sallallahu aleyhi ve sellem. Deyir, əhl-i sünnənin simalarındandır ki, onlar daima Allah Rasulü sallallahu aleyhi ve sellem salavat deyirlər. Ona görə daima salavat deyirlər. Və həmçinin hədislərdə gəlib ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, bir hədisdə, deyir ki, kim salavat deyərsə, sahabə, yəni çoxaldarsa salavatı, daima onunla məşğul olarsa, deyir ki, günahı bağışlanar və qəmi aradan qalxar. Qəmin var, kədərin var, borcun var, problemin var, salavat deyilən. Bax, gör necə təsir edəcək. Allah müvəffəq eləsin. Cümə günü ərz olunur. Başqa günləri çatdırılır. Alimlər deyirlər ki, ərz olunmaq çatdırılmaqdan daha avlədir, daha yaxşıdır. Ona görə cümə günü olunan salavatın fəziləti biraz daha artıqdır. Allah bilir daha doğrusunu. Bu qədər. Ərəfə gündə Allah subhanahu ta'ala nazil olur. Bəli, bəli. Ərəfə dağına yoxsa yeri? Yox, Arafa dağına yox, yer dünya samasına. Yəni hər gecənin 1/3 Allah Azza və Cəllə nazil olur və yeganə gündüzdür ki, Arafa günü gündüz nazil olur. Allah Azza və Cəllə və duaları qəbul edir. Ona görə Arafa günü dualar olunan günlərdən biridir. Ən çox da hansı zikir olunan gündür? La ilahe illallah, vahdahu la şərikə lehu, lehul mulku və lehul hamd və huve alə kulli şeyin qadir. Yəni bu zikirdir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, xeyru mə qultu ənə və nəbiyyunə min qabli la ilahe illallah, vahdahu la şərikə lehu, lehul mulku və lehul hamd və huve alə kulli şeyin qadir. Yəni məndən və məndən qabaq peyğəmbərlərin ən yaxşı dediyi dua söz, yəni la ilahe illallah, vahdahu la şərikə lehu, lehul mulku və lehul hamd və huve alə kulli şeyin qadir zikridir. Bunda yəni mənası olduqca, yəni demək olar ki, hamısı təvhiddir. La ilahe illallah vahdahu, tək, ondan başqa ibadətə layiq məbud yoxdur. Vahdahu la şərikə lehu, onun heç bir şəriki yoxdur. Lehul mulku, mülk onun, lehul hamdu, həmd onundur. Bütün təriflər ona aiddir. Lehul mulku, lehul hamdu, lehul mulku, lehul hamdu və huve alə kulli şeyin qadir. Hər şey qadir olan da Allah Azza və Cəllədir. Ona nə deyir dua, zikir dua? Bəzi alimlər deyirlər ki, bu hədisin isnadında ixtilaf var. Yəni bəzi alimlər zəif görüblər, amma mənası doğrudur hədisin. Deyir ki, Allah Azza və Cəllə deyir ki, qudsi hədisdir. Deyir ki, mən şəğələhu zikri ən məsələti a'taytuhu afdalə mimmə u'tul əs-sailin. Deyir ki, kimi mənim zikrim, duamdan məşğul edərsə, dua edib istədiklərimə verdiyimin ən fəzilətlisini ona verərəm. Ona görə zikirlə məşğul olmaq, gecənin 1/3 istiğfarla məşğul olmaq daha əfzəldir. Bir də əhli şeylər deyirlər ki, siz salavat deyirsiniz, eşidir ki, Allah Rasulü sallallahu siz onu salavat deyirsiniz. Yox, biz etiqadını eşidir, etiqadını eləmirik. Çünki biz, necə ki, Allah Rasulü sallallahu aleyhi ve sellem deyir ki,
İnna lillahi mələikətən səyyahin yəbluğunəni an ümmətis səlam. Ki, yəni həqiqətən Allahın səyyah mələkləri var, ümmətimdən mənə salamı çatdırırlar. Bu hədis dəlildir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm eşitmir. Çünki Allah Taala nə qədər yerdə deyir ki, yəni qəbirdə yatanlar eşitmir, qəbirdəkiləri sən eşidirə bilməzsən. Və həmçinin bir ayədə gəlir ki, sən ölüləri eşidirə bilməzsən. Yəni deməli innəkə meyyitun və innəhum meyyitun. Ey Muhammed, sən öləcəksən, onlar da öləcəklər. Deməli Allah Rəsulü sallallahu əleyhi və səlləm yəni bizə görə nə edib? Ölüb, vəfat eləyib. Ona görə ölülər nə etmir? Eşitmir. Bu barədə kim istəsə qayıtmağa, bu barədə bir ölülər eşitmir haqqında dərsimiz var. Orada kim istəsə qayıdıb baxa bilər. Orada təfsilatla gətirmişik məsələn. Fatih surəsi 22. Bəli. Allah bir daha da olsun. Subhanəkəllahumma və bihamdik. Əşhədü en la ilahe illə entə, əstəğfiruka və etûbü ileyk.